31. bölüm. Neyse, bugün Qurban olun Millətmənin 31. bölümü ilə qarşınızdayım. Bu cür mənə bir şey də xahiş edirəm. O kutsal bölüm, 31. bölüm. Qurban olun Millətmə. Daha çox Qurban olun Millətmə istəyirsinizsə aşağıdan bir dənə like atmağı unutmayın. Like atın ki davamı gəlsin. Yorulub 5 dəqiqə Xırdan Parkında oturub dincələmək istəyirəm. Ayşə bax, yaşayışımdan şübhəm var, gözəl. Yaşayışıma virgül qoyan, həyatıma nida qoyaram, yaşamağı sual altında qalaram. Bu video yadınızdadır bilmirəm. Ya Qurban olun Millətmənin ilk seriyalarında videonun realı var idi. Bir qız idi, üzünü zam bağlamışdı, sırf ağzı görsənərdi beləsə. Bir də kriz bir video idi, desənə. Göyəcə qırsağı yerdə Los Angeles şəhər. Allah rəncini atsın brat. Ayda xariclərə yəni normal bir şeylə çıxmarız da. Maksimum belə bir şeylə çıxa bilərsən. Sizin üçün o səs çıxardan adamın gerçək videosunu tap. Teknolojiya. Teknolojiya. İmtahanda hamısı da oxumuşam amma qorxuram. Oğlanlar 99% güləç. Həyatda qalma bilgisi. Telefona çözülür. Allah aşkına. İmtahanda adını imtahanda öyle. Bu arada sizə bir söz deyim. Bizdə var ha, həqiqətən elə bir hadisə olub bu arada. İmtahana girmişdik. Müəllim fənnin adını soruşdu, hə. Uşaq fənnin adını bilmədi. Çox ciddiyəm sənə, bilmədi. Oyda biabırsıq idi. Baxıb utandıq sənə. Ay mama, niyə evdə it alıb saxlamırıq? Nasıl da afalladım. Qayıb deməsə ki, əgər sən itsən başqa işlə bilmirəm. Çünki sən varsın deyə. Məhv olmuş gənclik. Keçmiş sevginizə buradan nə demək istəyərdiniz? Onu görüm nişanlısıyla evlendiği gün yatakta kız olmadığı haberini alsın. Stres və təbavlə nə ay zibi, bu nədən ha? Bu nədir Allah, kim buna sevgili olub sən canı? Yəni bir insan buna sevgili olması, iki gözün kör olması lazımdır da. Məşqdən çıxmışam, evə gəlirəm. Yorğunsuz, nə istəyə buradan gəlir. Axşamı xeyirdə dana. Hər vaxt xeyir. Ha, bu video. Məşqdən gəlirəm. Nə məşqi bura? Boksla məşqəm. Nə qədər vaxtı məşqi? 3 aydır bura. 3 aydır? Belə özüm 8 güləşlə məşq olmuşam. Bu ilk versiyasıdır. Biraz sağlamlıq problemi var, gəzə bilmirəm. Belə belimdə bıçaq da var, belə problem yox. Siz nə işlə məşğulsuz bura? Essa qaqa biz də məşq edirik, oturub dururuq. Bu nəsə, bu daha köhnədir bu arada. Keçən videoda baxdığımız təzədir, bunlar köhnə videodur bu. Qaqa, biz sən necədir? Yaxşı qız cırıq şalvar giyinməz. Yorumlarda niyə söyürsən qaqa? Qaqa, o danışdığın qızla mən o vaxtı 2 ay bundan qabaq özüm danışmışam. Təbrik edirəm, qəşəng video. Telefon niyə bu qədər qəşəng səsməyə başladı durduq yerə? Allah, bu boyda şey nətər oxuyum ha? 20 kaya gedir uşaqlar. Arvadımın şəkilləri, bəli. Mənim arvadım sizin arvadınız, sizin arvadınız elə sizin arvadınız. Bəli. Qardaşınızın arvadını görmək istəyənlər ekran Ay zibil. Yəni bu ayrı bir şeydir. O videoya baxıb, ona like atıp, onun arvadını görmək istəyənlər də ayrı bir şeydir. Başa düşürsünüz nə demək istəyirəm yəqin ki. Zibil, ay zibil. Qurban olmayın millətimə, xahiş edirəm. Bu yüzünə səndir. Bədbə uşağı bədbə, nə gündəsiniz sizə? Nəyi yoxlamaq üçün, nəyi yoxlamaq üçün? Yəni bak sən öyrətməlisən, dostum sən bunu. Bizdən bir şey gözləmə. Yəni bizim malıq girmişik universitetə birinci dəfədir. Sən bunu bizə öyrətməlisən. Biz nə bilək yəni? Fərdamin gecə İradə? Radə deyildi o. Nəysə, Fərdamin gecə radələrində marketdən evə 2 çörək aldı. Nə? Ay süper, muhtaç şey bu. Təndir yoxsa zavod, tam məlumat verərdin də. Azərbaycanda test olma. Bir dəqiqə deyən hesab oyun, sən ateistsən, hə? Hə. De Allah haqq. Best ateist ever. Bu arada axırıncı tərəfini qoya bilməyəcəm. O fırram gəlib uşağa dəyərdi. Bəli, kamera yerlən məzvəcə. İkinci dövrdə sevməyən. Beni sevdi. Ben onu sevemedim. Öldürürüm özümü. Tak. Cehennem Bu sefer anası düzlərək. 4 cəhənnəm ol dərsi var. Bizim kuruğun ilişki durumu. Bu boşanır. Bunun yoldaşı bu xanımı alır. Sonra onun da yoldaşı onun acığına gedir bunun xanımından evlənir. Bir müddətdən sonra bunlar ikisi ayrılırlar. Təzədən əski kocama döndüm. Əski kocama döndüm. Bax ilişki durumu beləncədir. Bax girib hamısı bir-birinə. Əvvəl bir dənə türk serial var idi. İlişki durumu qarışıq bilmirəm. Bilənlər vardır böyük ehtimalle. Onun kimi deyirlər. Azadlıq. Mən azadım. Ay səni. Mən yenidən azadam. Mən azad. İşdən sonra necə? Hayır. İşdən sonra işlə, öyle bir şeysən. Söhbət vəsizlik olanda bölündüyüm kişilik. Burası səkidir çünki. Tumu da verməyə tum tuşlayacağam. Ürəyim tum tuşlamaq istəyir. Ver. Tum tuşlamaq istəyən varsa gələ bilər.
Evet bir tane restoranda hə, piyadaların keçdiyi yerə elə bil ki, masa falan qoymuşdu. O da cavab verir ki, burası sizin əraziniz deyil. Niyə gəlibsiz öz yerinizi uzadırsınız, sertifikatınızı göstərin. Məkan sahibi də deyir, sertifikatımı göstərmirəm falan deyir. Mesela bu da belə bir şey eləyir ki, onda mən də bura qoyuram, bura mənimdir, tunç istəyirəm burada. Haqqışda deyən klarnet ola bilməz. Antaya bak. Biraz bu klarneti update ya. Mən ofisiyantam. Fikirləşirəm ki, 50 manat çayva qazanar. Mən staj ofisiyantam. Fikirləşirəm ki, ofisiyant günə 30 manat çayva qazanar. Mən müştəriyəm. Fikirləşirəm ki, ofisiyan. Sən kimi müştərinim mən. Tökün uşaqla bütün ofisiyantlar aşağı tökülsün. Orada nəsə olsa NATO ayağa qalxır. Allah bu ceyran hara ceyranıdır. Nədə olana görə bayraq var üstündə. Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna. Abi yorum biraz daxilsiz daxil. NATO'da olan cəmsi orada 2 dənə ölkə var. Biri Türkiyədir, biri də ki Ukraynada. Ya Azərbaycan, Gürcüstan yoxdur da orada. Niyə NATO ayağa qalxsın ala? Azı Vilkayla tuta bilmədim qazaydı. Ay bir şey də bunların ağlına yüzü gəlir ala. O yüzü qızar. Kaşım gözüm süzerem, elim deyimden gezerem. Kaşım gözüm süzerem, güzel deyimden gezerem. Söz üstüne söz düzerem, çatlasınlar. Akşenerli bir də baxışlama, eynim mən də sən öl yəni. iPhone 6 almaq üçün inşallah. Bir şey sonra real pul olmur da. Çox vaxt toylarda falan saxta pul falan paylayırlar. Görmüşəm, bir dəfə görmüşdüm. Ofisant işlərin vaxtları saxta pul paylamışdı. Nə qədər səviyyəsiz bir insandı yəni. Bir şey sevilir ki, yüzlük zat. Azərbaycanda mənim kimi bu hərəkət. Aha, görən hər şey desən. Bacardığım qədər komment. Atıram. Like atıram. Tez elə. Bax, backflip atıb sürət gəlsən. Aha. Azərbaycanın neftdən çox nə çıxır uşaqlar? Doğulduğun aya görə nəsən partiki? Aha, görək nəymişik? İnşallah avqust vardır. Aha. İyul 6 qoşa. Avqust poz qazan. Niyə poz qazan oldu? Yeter bu təhlükəsizlik kəməri. Oktyabr, Çenguru, Ədələli, Bakı, Noyabr, Dekabr, Gürcü xəncəri. Sizin ayınız var idi, uşaqlar yazın yorumlara, nəsizsiz? Mən poz qazan yemişəm. Hayatım kimdir? Hayatım kimdir? Sen olmazsa alt üst eləyərəm. Hayatım kimdir? Xanım, yaxşı, həyatım müştəri deyəm, onu həyatım yoxdur. Sən bilən sözdür. Video. Arkadakı söhbət olmasa çox gülməlidir. Araya girən mimlər həqiqətən çox gülməli. Yoxsa Təpsüqaytı videoymuş ala bu indi gördüm. Deyir çox gülməlidir amma arada bir qız videosu girir, onu başa düşmədim. Sən dedim ki o paltar geyinmə, bundan sonra çölə çıxmayasan. Oy süpür. Oy süpür. Dəli. Əsəbi. Bir sıçan çay içdim, qız düşənə qədər. Ola düş dənə da. Qız havada asılı durub ki, oğlan gəlsin onu tutsun da, yəni başa düşsən. Abi başa düşsən sözü çox istifadə edirəm. Mən özüm qızıq oldum ya. Ay bu badımcanı Bakıya gətirən sən dədüvə nəhlə. Kim bunun toxumunu icad edibsə, ölüb ədirvə nəhlə. Bu necə düzəliblər badımcanla? Çox zor düzəliblər. Hal oldu bunu düzəldən sən öl. Biraz ver də özdə. İnşallah kimdən yağın olar bu götürüb geyinsin. Videodan çıxanmıram. Gəl biz də videodan çıxanmayacağıq. Qurtar da da. Nə qəşəng videodan çıxa bilməyəcəm. Mən rahat bir şəkildə çıxıram uşaqlar. Yəni siz çıxa bilmirsiniz, mən öyrəndim sizə tər çıxırlar. Azərbaycan uşağı 2006-2009. 2004 niyə yoxdur ki, yəni başım mənim gözü görmədən. Bu səhv yazıb bunu. Niyə 2006? 2006-2019-da uşaq olanmı, yoxsa o aralıqda dünyaya gələnmi? İndi ikisi arasında fərq var, yəni başa düşsən? Kimin toyunda oxuyuramsa Allah hamd olsun, mən sınamışam. Ya oğlu olur ya qızı. Bir dəqiqə, mən kimin toyunda oxumuşamsa ya oğlu olur ya qızı. Üçüncü bir opsiyon var ki, yəni başa düşmədim. Ola, bu nə ağarır? Abi niyə belə bir yetəliyin var da yəni? Qız nə kimi bacarıqların var? Heç nə, ağzında 7-8-dən usulu birdən tuta bilirəm. Gələcəkdə şəxs sevgilim birdən evlilik təklifini qəbul eləməz deyə özümü hazırlayıram. Elə şeylər eləmə. Yorum sahibi yazıb ki, Musamellim, şırdanımı yiyeyim. Estağfurullah.
sən mənim şırdanımı yesən, necə yaşayacam? Yəqin nə demək istədiyimi başa düşdüm. Gəl, bu dadlı şırdanı ye, çox dadlıdır. Getdik, bismillah. Musa müəllim nağarır la. Musa müəllim bu yorumu yazan nə yaşayır? Musa müəllim özü nə yaşayır? Həqiqətən bu nətər bir videodur, bu nətər saç. You can kiss any woman in the world feet. Who would it be? My beautiful girlfriend Kaylee. She don't count. You do that anyway. Fox. Qardaşım tərəddüd eləmədi. Burada yazıb ki, varlı insanlar, yəni uşaq istəmirəm, mən onları dəstəkləyə bilməyəcəm səhəcər. Orada yazıb ki, kasıb insanlar 9 aydan bir. Yəni kasıbsansa niyə uşaq doğursan? Baxırsan kasıblara 4 dənə, 5 dənə uşağı var. Qardaş, hardan baxasan o uşaqlara? Hardan baxasan? Göydən pul tökəcək. Özünü güclə saxlayırsansa, gəlsən bir də o qədər uşaq doğursan. Mən sistematik hərəkət edirsən o. Sağlam var, soxmuş qalır. Mən inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Sevdiyiniz və güldüyünüz qismləri yorumlar qismə saniyəsini yazmağı unutmayın. Bu videoda harca bir 2000 like atsanız mənə həqiqətən sevindirərsiniz. Və bu qədər. Gələcək videoda görüşmək üzrə. Sağ olun.